Bir ildir efirə çıxmıram. Bunlara görə. Siz verilişlər özünüzü kənardan görürsünüz. Siz nəyi reklam edirsiniz? Biz bir verilişdə 3 aydan bir görünürdük. Ya da yeni vaxtlarımızda pul ödəyirdik ki, efirdə görünək. Mən qısa da, şortikdə geyinmişəm. Efirdə olub hamısını görmüsünüz. Efirdə sinəm də açılıb. İstəmədiyim hallarla qarşılaşmışam. Amma bu nədir? Nə olub? Dünən TikTokda biri mahnı oxuyur, görməmiş kimi efirə çıxarırsınız. Nə olub? Aparıcılar hamınız səviyyəsizsiniz. Razısınız? Heç birinizin savadı yoxdur. Musavat.com xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan sosial şəbəkədə paylaşdığı videoda deyib. Sənətçi verilişlərdə yaşanan qalmaqalları bayağı mahnı ifaçılarının PR edilməsini pisləyib. Kişilikdən danışırlar. Barmaq silkələyirlər. Bizə, cəmaata ağıl verənlərə bax. Siz kimə ağıl verir, dərs keçirsiniz? Azərbaycanda kişi yoxdur ki, siz çıxıb danışırsınız. Kimə gəldi qeyri-etik söz deyirsiniz? Görün efirdə kim bizə barmaq silkələyir? Aparıcılar, kanallar, siz nə gündəsiz? Hamınız nə günə qalmışsınız? Bir özünüzü kənardan görün. Sizin əlinizdən bir ildir efirə çıxmıram.